Bağışlayan və mehriban Allahın adıyla. Müdriklərdən biri deyirdi ki, nə qədər çox sevsən, o qədər çox təslim olarsan və nə qədər təslim olsan, o qədər çox sevərsən. Sevgi insanın varlığındakı ən üstün duyğulardan biridir. Bu kəlam sevgi ilə təslimiyyət arasında mühüm və çox böyük bir bağın olduğunu göstərir. Sevgi və təslimiyyət, yəni itaət arasında qarşılıqlıdır əlaqə. Sevgi itaəti artırır, itaət isə sevgini gücləndirir. Uca Allah Teala Quran-ı Kərimdə buyurur: وَالَّذ۪ينَ آمَنُوا أَشَدُّ حُبًّا Ən böyük sevgi, ən böyük məhəbbət möminlərin Allaha olan məhəbbətidir. Bu ayə bizə ilahi məhəbbətin, Allahı sevməyin üstünlüyünü göstərir. Bu ayə bizə bildirir ki, möminlərin qəlbində olan Allah sevgisi ən böyük sevgidir və möminlərin qəlbində olan həqiqi sevgi Allaha yönələn sevgidir. İlahi məhəbbət, yəni insanın Allahı sevməsi və Allahın da insanı sevməsi bu insan üçün ən böyük bir zirvədir və Ramazan ayı bu ilahi sevgi üçün sübut ayıdır. Bu ilahi sevgini göstərməyin nişanəsidir. Allah Teala Quran-ı Kərimdə buyurur: "Ya eyyuhellezine amenu kutibe aleykumus-siyam." Ey möminlər, mən sizin oruç tutmağınızı istəyirəm. Oruç sizə vacib edilmişdir. Çünki oruç tutmaq insanın istəklərinin qarşısını alır, insanın nəfsi istəklərinin qarşısını alan və Allahın əmrlərinə razı olduğunu göstərən əməllərdən biridir. Və əlbəttə ki, sevgi yalnız dildə deməklə olmur. Sevgi gərək əməllə, itaətlə gerçəkləşməlidir. Yəni, insan itaətlə, Allaha itaətlə sevgisini göstərə bilər, Allaha sevdiyini Allaha bildirə bilər. Və oruç tutmaq insanın edə biləcəyi ən böyük ibadətlərdən biridir. Allah Teala oruç tutmağın əzəmətini göstərmək üçün buyurur ki, oruc mənim üçündür və onun mükafatını mən özüm verəcəm. İnsan səhərdən axşama qədər bütün günü, bütün saatı, bütün dəqiqəni, hətta yatarkən belə Allaha itaətlə keçirir, Allaha ibadətlə keçirir. Və oruç tutmaq yalnız ac və susuz qalmaq deyil, oruç tutmaq həmçinin insanın dilini, əlini, gözünü haramdan çəkindirməsidir. Oruç tutduğu halda söyüş söyən birini görən Allah Rəsulü buyurdu ki, sən necə oruç tutmursan ki, söyüş söyürsən? Oruç tutmaq yalnız ac və susuz qalmaqdan ibarət deyil. Bir gün, ey Allah Rəsulü, bu ayın ən üstün əməli hansıdır deyə Həzrəti Əli əleyhissalam soruşduqda, Həzrəti Peyğəmbər sallallahu buyurdu ki, bu ayın ən üstün əməli insanın Allahın qadağalarından çəkinməsidir, Allahın əmrlərinə tabi olmasıdır. Yenə bir hədisdə o Həzrət buyurur ki, sizə oruç tutmağı tövsiyə edirəm. Çünki oruç tutmaq günahlar qarşısında bir möhkəm divara bənzəyir. İnsan oruç tutaraq ruhu kamilləşir və insanın nəfsi günah qarşısında möhkəmləşir. Allah Teala bizdən oruç tutmağımızı istəyir. Allah Teala bizdən onu necə sevdiyimizi göstərməyimizi istəyir. Və bu baxımdan Ramazan ayı bizim üçün çox gözəl bir fürsətdir. Ramazan ruhun Allaha qovuşma ayıdır. Ona görə də Allah buyurur ki, bu ay mənim qonaqlıq ayımdır. Bu ayda oruç tutan şəxs sanki Allahın süfrəsində əyləşir və Allahın süfrəsində orucunu açır. Allah Teala bu mübarək ayda tutduğunuz bütün oruçları qəbul etsin.